Misli Premier Liqasında yeni mövsümün startı, ilk tur oyunu və artıq heyətlər sizə təqdim olunur. Başlayaq Zirə komandasından. 13 nömrə Aydın Bayramov, Rəşad Sadıqov biz hazırda görüntüdə görürük. Zirə komandasının təcrübəli baş məşqçisi Edir. 22 illik aradan sonra yenidən biz bu komandanın yüksək elitada görürük. Baş hakim Elvin Bayramov da az əvvəl biz onu gördük. Onun işarəsi ilə indi bu görüş start götürür. Zirə şəfa maçı başlayır. Baş hakim Elvin Bayramov'du. Baş hakimi Vierinya kümcdən zərbəni yerinə yetirir. Başla zərbə, daha bir zərbə. Bloklandı bu zərbə. Eren Aydın. Ayxan. Amin Seydiyev. Ayxan Hüseynov. Ötürmə çox yaxşı alındı. Papunaşvili. Hesabı açmaq üçün yaxşı fürsət idi bu. Zirə hücumdadır. Ayxan Hüseynov. Ayxanın zərbəsi. Top bir qədər irəli vurulur. Amma yenə də zirədə qalır. Mutzinzi. Özü də yoxlaya bilər. Mutzinzinin uzaqdan zərbəsi. Nicat Mehbalıyev rahatca topu yerdən götürür. Amma son dəqiqələrdə Amin oyun elə gətirir və yaxud da ki, Zirənin oyun planı dəyişib deyə sağ cinahı çox da işə salmır Zirə komandası və Amin Seydiyev çox da görünmür. Eren Aydın və gol! 41-ci dəqiqə 1-0. Eren Aydın Zirənin çempionatda ilk golunun müəllifi olur. Yeni mövsümdə Zirənin heyətində ilk qolu Eren Aydın vurur. Ayxan Hüseynovun ötürməsindən sonra Eren Aydın rəqibindən bax belə yayındı. Və bu zərbəsi ilə Nicat Mehbalıyevin qoruduğu qapıya yol tapdı. O da ötən mövsüm komandaya gec qoşulanlardan idi, sonradan qoşulmuşdu Zirəyə. Amma qısa müddət ərzində Eren Aydın da özünü doğrulda bildi. Qışdan sonraki periyodda Zirənin heyətində ən fəal futbolçulardan idi. Zirə indi yenidən hücumdadır. Ayxan Hüseynovdan sol tərəf ötürmə. Eren Aydın dubl edə bilər. Eren Aydın, Ayxanın zərbəsi və Nicat Mehbalıyev. Sol tərəf ötürmə. Rəqib topu qazana bilərdi. İsa Cibrila indi irəliləyir. İsa Cibrila və gol! İsa Cibrila 2-0. İsa Cibrila Zirənin ikinci golunu vurdu. Bax, bu cür reydləri sevir, ilk hissədə də demişdik. Önünə demək olar ki, gələn olmadı. Önünü bağlayan, sıxan olmadı orada İsa Cibrilanın. Demək olar ki, rahat irəlilədi. Baxmayaraq ki, paraleli ilə yaxında qaçan bir rəqib futbolçu var idi orada. Dan Soko mübarizə aparırdı, amma Jarjəyə biraz geç çıxdı önünə, geç qarşıladı. Keçid yaxşı alınır. Ötürmə və Ruan Renato imkan vermədi zərbəyə. Topu qazana bilərdi orada. Zirənin hücumu Georgi Papunaşvili. Ayxan Hüseynovun zərbəsi Nicat Mehbalıyev. Biz zərbənin təkrarına, az əvvəlki zərbənin təkrarına bir daha baxırıq. Çox təhlükəli zərbə idi. Ayxan bu cür vəziyyətlərdən, bu məsafədən fərq tanınan adlar var. Zirə hücumdadır. David Volkov. Volkovdan ötürmə. Eren Aydın. Güdrədi. Cibrila hücumu davam ettirir. Keçid yaxşı alındı. Cibrila'dan ötürmə zərbə indirildi və Nicat Mehbalıyev.
Ayxan Hüseynov. Ayxandan ötürmə. İsmail İbrahimlidən ötürmə. Rauf Hüseynli avtogol da ola bilərdi orada. Və burada 50 oyun qeydə alındı. Zərbə də alınmadı. Bu da son. Elvin Bayramov oyunu başa vurdu. Misli Premier Ligasında yeni mövsümün ilk turunda Şəfa klubu, debutant Şəfa səfərdə Zirəyə 0-2 hesabı ilə məğlub olur. Əvvəlcə Eren Aydın